1999-cu ilin iyul ayında NASA'nın Marshall kosmik uçuş mərkəzlərində çalışan təhlükəsizlik mütəxəssislərindən biri hər şeyin qaydasında olduğunu sandığı bir anda sistemlərində inanılmaz bir nizamsızlıq müşahidə etməyə başladı. Kod sətirləri sanki görünməz bir əl tərəfindən silinir, illərlə üzərində işlənilən kritik fayllar saniyələr içində yoxa çıxırdı. NASA rəhbərliyi hücumun miqyasını anladığında artıq çox gec idi. Dünyanın ən qorunan sistemlərindən biri olan bu mərkəz bütün şəbəkələrini tam 21 gün boyunca söndürməyə məcbur qaldı. Bu kosmik agentliyin tarixində görülməmiş bir rəzalət idi. Qəribəsi də odur ki, bu rəzaləti NASA yaşadan adam evinin yataq otağından hər şeyi idarə edən 15 yaşındakı bir uşaq idi. Bu uşağın adı Jonathan James'tir. Bu uşaq düşmən dövlət adına iş görən təlimli bir agent değildi, amma etdiyi şey də bir uşağın edə biləcəyi bir şey değildi. Bu uşaq daha sonra ABŞ Müdafiə Nazirliyinin, yəni Pentagonun daxili şəbəkələrinə sızaraq dünyanın ən güclü ordusunun gizli yazışmalarını, hərbi mütəxəssislərin şifrələrini ələ keçirərək bu azmış kimi nüvə müdafiə protokollarını yüklədi. Amma ən çox qorxan və panikaya düşən tərəf NASA olmuşdu. Çünki o həm də beynəlxalq kosmik stansiyasının daxili temperaturunu, rütubətini və həyati vacib funksiyalarını idarə edən proqram təminatını yükləmişdi. Bu kodun yanlış əllərə keçməsi kosmosdakı astronavtların həyatına birbaşa son qoya bilərdi. Bütün bu hadisələr Jonathan'ı öz dövrünün ən diqqət çəkən hackerlarından biri halına gətirdi. Dünyanın ağlında isə bir sual var. Görəsən bu uşağın niyyəti nə idi? Jonathan James 1983-cü ildə dekabr ayında Floridada kiçik bir şəhər olan Pinecrest'da dünyaya gəlib. Kompüter proqramisti olan atası sayəsində James'in kompüterə olan marağı 6 yaşında video oyunlar oynaması ilə başladı. Jonathan hələ uşaq yaşlarından, yaşıdlarından çox fərqlənən, hər şeyin necə işlədiyini anlamağa çalışan, daxilində bitib tükənməyən maraq və enerjisi olan bir oğlan idi. Onun bu texnologiya marağını görən atası Robert James bəlkə də gələcəkdə nələrin baş verəcəyini təxmin etmədən ona ilk kompüterini hədiyyə etdi. Jonathan üçün bu cihaz sadəcə oyun oynamaq vasitəsi yox, ucu bucağı görünməyən virtual bir dünyanın qapısı idi. James'in saatlarla kompüter arxasında oturması ailəsini çox narahat etdiyi üçün atası kompüterə bəzi proqramlar yükləyərək kompüteri müəyyən bir saat işlədikdən sonra öz-özünə sönməsini təmin etdi. James isə atasının yüklədiyi bu proqramı hələ uşaq ikən hackləyib açmağı bacarmışdı. Bu onun ilk hackerlıq təcrübəsi idi. James'in yaşıdları kompüterdə oyun oynayıb internetin onlara bəxş etdiyi əyləncəli işlərlə məşğul olarkən, o yaşı irəlilədikcə günlərlə, bəzən isə gecələr boyu otağına qapanır, proqramlaşdırma dillərini, şəbəkə protokollarını və sistemlərin zəif nöqtələrini öyrənirdi. Məktəbdə dərsləri ona maraqlı gəlməsə də, ekranın qarşısına keçəndə keçilməz görünən hər bir divarı nə yolla olursa olsun keçmək ona daha çox maraqlı gəlirdi. Bir gün atası Robert James işdən evə qayıdanda oğlunun otağında qəribə bir mənzərə ilə qarşılaşdı. O, atasının aldığı kompüterindəki bütün hazır proqram təminatlarını, hətta hər kəsin alışdığı Windows əməliyyat sistemini silib atmış, əvəzinə isə atasının belə baş çıxara bilmədiyi Linux əməliyyat sistemini yükləmişdi. O, hazır qəlibləri, rəngli pəncərələri və ona diktə olunan məhdudiyyətləri rədd edirdi. Jonathan sistemi sadəcə idarə etmək istəmirdi, sistemin sahibi olmaq istəyirdi. Oğlunun kompüterdən aslı vəziyyətə düşəcəyini düşünən Robert kompüteri oğlunun əlindən aldı və James o günün səhəri evdən qaçdı. Ailəsinə isə kompüterini verməsələr evə gəlməyəcəyini, kompüterin dərslərindən dala qalmasına səbəb olmadığını, əksinə məktəbdə əlaçı olduğunu söylədi. Amma onun bu dediyi təəccüblü bir şey değildi. Çünki çox çəkmədi ki, onun həm öz məktəbinin, həm də olduğu ərazidə bir neçə məktəbin kompüter şəbəkəsinə sızıb müdaxilə etdiyi, qiymətləri və məlumatları dəyişdiyi öyrənildi. Elə bu dövrdə onun Comrade, yəni yoldaş ləqəbi ilə hackerlıq dünyasına addım atdığı dövr oldu. Qısa bir müddət ərzində dünyanın başqa yerlərindən olan hackerlarla əlaqə və ünsiyyət qurmağa başladı. Başlanğıcda öz məktəbi kimi kiçik sistemlərə sızan James daha sonra bunlardan sıxıldı və daha böyük bir şey etmək qərarına gəldi. İlk hədəfi ABŞ-ın o dövr ən böyük telekommunikasiya şirkəti olan Bell South şirkəti oldu. Şirkətin bütün rabitə
kompüter və əlaqə məlumatları müdafiəsiz bir şəkildə onun önünə sərilmişdi. O şirkətin daxili şəbəkələrinə sızaraq minlərlə müştərinin məlumatlarına və gizli daxili yazışmalara giriş əldə etdi. Belsot kimi bir nəhəngin təhlükəsizlik divarını bir oyuncaq kimi darmadağın edən bu 15 yaşlı gənc əslində özü də bilmədən kiber aləminin ən təhlükəli dəhlizlərinə ilk addımını atmışdı. Bu uğur ona özünə inam versə də, eyni zamanda Federal Təhqiqat Bürosunun diqqətini də üzərinə çəkdi. Hücum detalları tam bilinməsə də, Jamesin şirkətin serverlərinə hər hansısa bir zərər vermədən sızdığı bilinir. Sistemlərə zərər verməkdən çox, sistem divarlarını aşmanın ona verdiyi həyəcandan xoşu gəlirdi. Bir sistem divarını aşmaq nə qədər çətin olsa, o sistemə o qədər maraq göstərirdi. Jamesin əsas məqsədi o sistemin nə dərəcədə zəif olduğunu o şirkətə sübut etmək idi. Məlumatları oğurlamaq, faylları silmək, virus yaymaq kimi bir niyyətdə deyildi. Hətta bəzən sistemə sızdıqdan sonra administratorlara təhlükəsizlik qalxanının zəif olduğunu və bunu necə düzəltmək lazım olduğunu kiçik bir mail yazaraq bildirirdi. Məsəl üçün, Belsot şirkəti sistemlərinə kiminsə sızmasından xəbərsiz idi. James bir neçə aydan sonra bunu etiraf etdikdə, şirkət ancaq bundan sonra xəbər tutmuşdu. Uzun bir müddət rahat bir şəkildə irəliləməsi Jamesi daha da cəsarətləndirdi. Gecələri kompüter başında oturub təhlükəsizlik divarlarını aşaraq sıza biləcəyi zəif serverlər axtarırdı. Bir müddət sonra Alabama əyalətində belə bir server tapdı və sistemə təhlükəli və zərərli bir proqram yerləşdirdi. Daha sonra sistem içindəki səlahiyyətini yüksəldib şəbəkə üzərindən 13 fərqli kompüterə çıxış əldə etdi. Daha sonra məlum oldu ki, Jamesin sızdığı bu şəbəkə və server NASA-nın Marshall Kosmik Uçuş Mərkəzinin bir bölməsinə aid idi. Bu bölmə NASA üçün çox qiymətli idi, çünki bura raket mühərriklərinin sınaqdan keçirildiyi və kosmik missiyaların idarə olunduğu strateji bir nöqtə idi. James ilk başda gözlərinə inanmadı və bu dəfə bir şey oğurlamağa qərar verərək 1.7 milyon dəyərində olan bir proqram yüklədi. Bu, beynəlxalq kosmik stansiyasının daxili temperaturunu, rütubətini və həyati vacib funksiyalarını idarə edən kosmosdakı astronavtların həyatına birbaşa son qoya biləcək vacib bir proqram idi. NASA rəhbərliyi hücumun miqyasını anlamaq və sistemə edilən hücumdan qorunmaq üçün bütün şəbəkələrini 3 həftə boyunca söndürməyə məcbur qaldı. Bu vəziyyət NASA-nın minlərcə dollar zərər etməsinə səbəb oldu. James isə gələcəkdə bir reportajında kod özü bərbad idi. Onların dediyi kimi 1.7 milyon dollar qədər edəcək bir dəyərinin olduğunu düşünmürəm deyəcəkdi. Və bu açıqlamadan sonra NASA bu kodun bir hissəsini yenidən kodlayacaqdı. NASA bu sızmanın ardından bu barədə Federal Təhlükəsizlik Bürosuna məlumat verdi və FTB bu təhlükəli hacker qrupunun izini axtarmağa başladı. Qrup deyirəm, çünki FTB-yə görə belə bir böyük kiber hücumun arxasında bir nəfər ola bilməzdi. Onlara görə qarşılarında mütəşəkkil bir hacker qrupu var idi. 15 yaşındakı bir uşaq Amerikanın müdafiə strategiyası haqqında bir çox generaldan daha çox məlumata sahib idi. Qısa müddət ərzində çox sayda sistemlərə sızmış, ölkə haqqında xəyal belə olunmayacaq məlumatlar əldə etmişdi. Hətta bir ara bildiklərimlə 3-cü Dünya müharibəsini başlada bilərəm deyib gülürdü. Əgər əldə etdiyi məlumatları düşmən ölkələrinə satmayı seçsəydi, bunun axırı Amerika üçün fəlakət ola bilərdi. Ancaq o bu məlumatları satmadı, sızdırmadı ya da bir silah olaraq istifadə etmədi. Etdiyi kiber hücumların böyük bir məsələ olmadığını, sadəcə zərərsiz kəşf etmə prosesindən ibarət olduğunu tez-tez dilə gətirirdi. Dövlət isə bu görüşdə deyildi əlbəttə. Pentagona bağlı bir bölməyə edilən hücum qısa bir vaxt içində görüldü. 2000-ci ilin yanvar ayında FTB Jamesin evini bastı və James həbs edildi. Sorğu-sual əsnasında verilən hər suala əksiksiz cavab verdi. Giriş etdiyi sistemlərin zəif yönlərindən və düzgün şəkildə qorunmadığından danışdı. Ən böyük üstünlüyü isə girdiyi heç bir sistemə zərər verməməsi idi. Əgər 18 yaşında olsaydı, ən az 10 il həbs cəzasına məhkum edilə bilərdi. Amma yaşı kiçik olduğu üçün və suallara doğru cavab verdiyi üçün məhkəmə ona 6 aylıq ev həbsi cəzası verdi. Bundan başqa əyləncə məqsədli kompüter istifadə etməsinə qadağa qoyuldu. Yalnız dərs üçün istifadə etməsinə icazə verildi. James mediaya verdiyi açıqlamalarda hökuməti kompüter serverlərinin təhlükəsizliyinə yetəri qədər diqqət yetirmədikləri barəsində günahlandırdı. 6 aylıq ev həbsi cəzası alan James daha sonra küçədə saxlanıldı və cəzaya məhəl qoymadığı üçün yenidən həbs edildi.
edilən qan testlərində narkotik vasitə istifadə etdiyi ortaya çıxdı. Məhkəmə isə əvvəlki cəzanı ləğv edib əvəzinə bir uşaq həbsxanasında 6 aylıq həbs edilməsinə qərar verdi. Beləcə hekerlığa görə federal səviyyədə həbs cəzasına məhkum edilən ilk uşaq oldu. James 6 ayın sonunda sərbəst buraxıldı və hekerlıq həyatını tamamilə geridə qoymağa qərar verib ailəsi ilə birlikdə sakit bir həyat yaşamağa başladı. Amma təəssüf ki, bu sakit və xoş həyatı çox uzun çəkmədi. 2007-ci ilin yanvar ayında kiber cinayət dünyasının tanınmış siması Albert Gonzalesin liderliyində bir hacker qrupu ABŞ-dakı ticarət və finans quruluşlarının sistemlərinə sızaraq böyük miqyaslı bir hücum başlatdı. Bu hücumlar sayəsində hackerlar 90 milyondan çox insanın kredit kartı məlumatlarını ələ keçirib qanunsuz istifadə etdilər. Bu hücumlar James'in bir vaxt əyləncə xarakterli etdiyi hücumlardan çox fərqli idi. Bu dəfə ortada böyük məbləğdə oğurluq, qüsursuz bir plan, peşəkar bir hacker qrupu var idi. Bu vəziyyətdə dövlətə bir günah keçisi lazım idi və keçmişi ilə Jonathan James bu keçi olmaq üçün ideal namizəd idi. Federal agentlər başqa heç bir yerə baxmadan birbaşa Jonathan'ın qapısını döydülər. Onlar üçün günahkar artıq bəlli idi. Evində edilən axtarış nəticəsində James'i bu hadisə ilə əlaqələndirəcək heç nə tapılmadı. Jonathan artıq NASA və Pentagon hadisələrinə görə qeydiyyatda idi. Onun John Radar ləqəbi kiber təhlükəsizlik dünyasında çox məşhur idi. İstintaq zamanı müəyyən edildi ki, kiber cinayəti həyata keçirən qrup bəzi texniki üsullarda Jonathan'ın keçmişdə istifadə etdiyi metodlara bənzər yollardan istifadə edib. Polis Jonathan'ın evinə basqın edib sübut tapmasa da dövlət orqanları ondan əl çəkmirdilər. Onu dəfələrlə sorğu-sual edir, psixoloji təzyiq göstərir və yenidən həbsxanaya göndərməklə hədələyirdilər. James'i ən çox incidən şey isə artıq hər şeyi geridə qoyub yaxşı bir uşaq olmağa çalışdığı bir vaxtda bu hadisələri yaşaması idi. James kiber cinayət ulduzu olan Albert Gonzalesin bir vaxtlar müxbir olduğunu öyrənib içdən-içə onsuz da ona heç nə etməzlər deyirdi. 2008-ci ilin may ayında hələ 24 yaşında olan bu gənc dahi üzərinə atılan haqsız ittihamların və yenidən həbsxanaya düşmək qorxusunun ağırlığına dözə bilmədi. O, sistemin onu heç vaxt bağışlamayacağını və günahsız olsa belə həmişə bir günahkar kimi qalacağını acı bir şəkildə anlamışdı. Ardında qoyduğu 5 səhifəlik vida məktubunda ədalət sisteminə artıq inanmadığını, son kiber hücum ilə əlaqəsinin olmadığını yazaraq öz canına qəsd etdi. Bu, Jonathan James'in hekayəsi deyildi. Bu sistemin öz səhvlərini ört-basdır etmək üçün gənc bir dahini, parlaq bir zəkanı necə amansızca qurban etdiyinin bariz bir nümunəsidir. James doğuşdan bu bacarığa sahib deyildi. Sadəcə onun öyrənmə potensialı var idi. Eklədiyi hər sistemdən çıxış edərkən bir mail ilə hər zaman sistemin zəifliklərini administratorlara bildirir, serverlərə heç bir zərər vermirdi. Belə bir gənci doğru yolda dövlətin xeyrinə irəlilətməkdənsə ədalət sistemi onu təhlükə olaraq gördü. Bəlkə də James sistemi içində öyrənməli olmadığı bir çox şeyi öyrənmişdi və bəzən bir insanın sonunu hazırlayan şey etdikləri yox, bildikləridir. Növbəti qaranlıq bir tarixdə görüşənədək qaranlığın izindəyəm.